Salam değerli dostlar, hoş gördük. Əziz dostlar, həmişə videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın. Əvvəlcədən fikir yazmayın. Ya da yaza bilərsiniz, problem yoxdur. Aklas dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Bugün sizlə bir yerdə toylarda baş vermiş biabırçı hadisələri izləyəcəyik. Pərt olma hadisələri, yaxşılar da var içində təbii ki. Çox uzatmıram, keçirik videolara. Siz hal-hazırda bu kadrda bir cındır gördünüz. Əziz dostlar, baxın. Bir kişi evlənirsə, təbii ki, hər kəs öz anasını sevir, anasına hörmət qoyur. Amma bu lirik rəqs var ha. Bu yəni bir kişinin sevgilisi ilə, nişanlısı ilə, həyat yoldaşı ilə rəqs olunacaq bir rəqs növüdür. Yani burada nişanlısıdır ya bilmem toydu nişandı. Axır ki orada sevgilisini koyup gedib anasını rəqsə qaldırır. Güya bu bomba oğlandı, bu anasına hörmət qoyur, qalanlar hamısı cındırdı. Bu düşofqalıqdır, səviyyəsizlikdir. Sən xalqın qızını orada pərt eləyə bilməzsən. Əziz dostlar, hamı anasını rəqsə dəvət eləmək o demək deyil ki, sən ama bu çox istəyirsən. Birincisi o rəqs ana üçün deyil. Ana ilə sən uzaqbaşı belə rəqs eləyə bilərsən. Bu düşofqalıqdır. Yəni deyim biləsiniz, bu kişilik deyil. Yəni yazıq qız da qalıb orada pərt olub. Həmçinin də bu düşofqalıqdır. Düşofqalıqdır. Bəy sənin əlindən tutub, sən anovu qucaqlayırsan. Belə xoşun gəlmir, niyə ərə gedirsən? Ay cındır, ay düşofqa. Bu nə düşofqalıq, bu nə səviyyəsizlikdir. Bax, belə hörmətsizliklər adamı qıcıq eləyir. Yəni, bəy onu elə orada rədd eləyib boşamalıydı, tullamalıydı qırağa. Ananı qucaqlayırsan, qucaqla da, yəni ya da əlini çıxartmaq istəyirsən, normal şəkildə. Sən xalqın oğlunu niyə biabır eləyirsən, niyə pərt eləyirsən ki? Bunlar hamısı sevgisiz evliliklərdir hamısı. Hamısı, belə deyək də, pulun hesabına, tanışdıqla, nə bilim, bir sözlə düşofqalıq. Düşüklük daha gördünüz. Qaynana gəlin paltarı giyinib, gəlib oğlunun toyuna. Bu nə düşüklükdür, bu nə səviyyəsizlik. Bu çox güman ki, Türkiyədir. Azərbaycanda da var belə şeylər, amma Azərbaycanda inanmıram hansısa bir qaynana gəlin paltarı giysin. Ən azından kişi, yəni qaynata icazə verməz buna ki, sən ərə gedirsən, yoxsa gəlin gəlir bizə. Bu nə düşüklükdür. Oğlan qaqaş partlatdı. Qaqaş partlatdı neyi var? Bu köhnə kadrdır. Çox çıxıb qabağımıza. Birincisi bu adəti yığışdırmaq lazımdır. Bu çox belə lazımsız bir şeydir. Bu buna tört verdi. Bu buna tört verdi. Çox mənasız bir şeydir. Ona görə də heç ehtiyac yoxdur. Lap eləmisiniz belə. Bu nə bomba, bu nə düşüklükdür. Bilinir ki, ortada sevgi, məhəbbət, eşq deyilən bir şey yoxdur. Hamısı belə mənasız şeylərdir. Yəni bunun axırı da yaxşı getmir. Bəlkə də boşanıblar indiyə qədər. Bir düşük adət daha. Azərbaycana da gəlib bu adət. Nə bilim, bu mavi rəng çıxanda şardan, nə bilim sudan, nə bilim hardansa partlayanda mavi toz çıxanda oğlan olacaq sürprizidir. Çəhrayı olanda qız. Fərqi nədir? Oğlan ya qız? Yəni hansı dövrdə yaşayırsınız? Siz bədəvi ərəbisiniz.
Yəni qız olanda nə olacaq, oğlan olanda nə olacaq? Sizin üçün fərqi nədir? Övlad övladdır. Yəni bu düşük adət çox təəssüflər olsun ki, Azərbaycana da gəlib və çox lazımsız bir şeydir. Hətta videolar çəkirlər ki, qohumlar yığışır. Biri deyir, nə bilim, mən düşünürəm, xalası olaraq düşünürəm ki, oğlan olacaq. O birisi deyir, nə bilim, dayısı olaraq düşünürəm ki, qız olacaq. Nə bilim, hərə bir şey deyir ki, maraqlı video çəkirlər. Çox mənasız, yersiz, etik olmayan bir şeydir. Burada da, bu videoda da oğlan, bilməm, indi orada qız çıxır ya oğlan çıxır, bu kişi qırığı etiraz eləyir. O neynəsin? Yəni, qız neynəsin? Ay eşşək, ay qoyun. Qarnındakı uşağın qız ya oğlan olacağına bu qadın qərar vermir ki. Belə bax, geri düşüncəli adamlarla, yəni geri düşüncəli adamlarla, yəni bizim ölkələr, Orta Asiya, Yaxın Şərq qabağa gedənmir. Belə düşovkalarla. Kocamın tarafını kıskandırmaq üçün yaptığım dans koreografisi. Melekler pişman oldu. Melekler tüpürsün sen sıfatına. Uşağın sünnət toyuna anası gəlinlik giyinib, atası bəy kostyumu giyinib gəlir. Evlənmişsiniz, toyunuz olub, buraxın uşağın. Birincisi sünnət toyu belə mənim üçün çox da şey deyil, yəni bir dənə balaca şey kəsilir o qədər millət. Yeyib içməyə başqa bəhanə də tapmaq olar, yəni şey kəsdir eləməyə ehtiyac yoxdur. Yubiley eləmək olar, nə bilim, ad günü eləmək olar. Ad günü adı altında cəmaatı yığıb qonaqlıq eləmək olar, amma yenə deyirəm, şey kəsdir. Düzdür gedirəm, mənim üçün qonaqlıq olsun, yeyib içmək olsun, mənim üçün fərqi yoxdur. Yəni şey kəsildi, ad günüdür filan, yeyib içmək olsun, amma mən eləmərəm şəxsən elə bir şey. Bir düşük video daha. Bilir ki, mama uşağıdır. Valla, bəziləri olacaq, deyəcəklər ki, anasına hörmət edir, anasına. Anasına, öz yoldaşına, gələcək, belə deyək də, uşağının anasına hörmət eləməyən, ancaq anasına hörmət eləyən, mənə çatmır da, hörmət edirsən, sən öz həyat yoldaşı da hörmət eləməlisən. Sən evləndiyin, tort bu adəti, bu heç bu gicici bir şeydir. Bu bunun ağzına verir, bu bunun ağzına verir. Nəysə, bu oğlan götürür bu çumogedə, tortu yoldaşına vermək əvəzinə öz anasına uzadır. Qız da düz eləyir, görür ki, bu anasına uzatdı, bu da götürür, öz anasına verir. Nəysə, çox düşük şeylərdir. Bizim toylar onsuz da çox belə abartılı şey olur da, belə həddindən çox bayağı olur. Amma saxlayaq öz tərzində, yəni 90'larda necə idisə, Şadlıq Sarayında olsun, okey. Amma sadə qalsın, sadə. Nə bilim, biri narın içindən çıxır, biri nə bilim göydən düşür, düşük, toy, yuxarıdan tort gəlir 5 metr, biliyorsunuz çırpılır yerə. Belə, nə bilim, şey olur, mələklər rəqs eləyir ətrafda, belə şeylər çıxır, oğlanla qız rəqs eləyir, bəzən heç sevgili olmurlar, tanışdıqla evləniblər, evlilik olsun deyə, heç bir-birlərini sevmirlər, gedirlər, nə bilim, fotosesiya zad edirlər, güya ki, bunlar illərdir sevgili olublar, aşk mahnısı ilə zadla belə monitorda, yəni, lazımsız şeylərdir, səmimi olmaq lazımdır. Toyun yaxşı keçməsi səmimilikdən irəli gəlir. Belə ancaq süyünü olacaq, hamı duracaq, oynayacaq və salam qutardı getdi və yəni ola bilər, çox maya buraxa bilərsiniz, çox belə rəqqasələr, müğənnilər, amma o səmimiyyət olmayan yer, səmimiyyət olmayan toy yadda qalmır, ancaq diskdə qalır. Axır ki, bir mərd qaynana çıxdı, çurban oğluna başa saldı ki, tortu çıxartmısan, yoldaşıma ver, mənə yox. Çurbanlıqdır bu, bu ana sevgisi deyil, bildiyin çurbanlıqdır. Təbii ki, insan tortu götürəndə, yəni 2 nəfər evlənir də, orada 2 nəfərin məclisinə yığışıb cəmaat. Bir-birlərinə tortu verirlər və salam qutarı getdi. Aynı bilim,
bacısına uzadır, anasına uzadır. Bu düşofqalıq deyə siz bombasız, anamızı çox istəyirsiniz, qalanları cındırdır. Hə? Yox, elə bir şey yoxdur. Azərbaycanda da var belə bir şeylər. Əziz dostlar, bu kadrları sizə göstərməkdə məqsədim odur ki, subaylar var, bilirəm, mənim izləyicilərimin arasında. Bu düşüklükləri çalışın, maksimum özünüzdən uzaq tutun. Nə bilim, yengədir, tort ağıza verməkdir, sonra nə bilim, lampanın qırağına fırlanmaqdır, nə bilim, düşük, batil, lazımsız, lazım olmayan bu adət-ənənələri ancaq gənclər yığışdıra bilər. O da təbii ki, sizdən asılıdır. İmkan verməyin. Yəni, toy sizindir, özünüz bilərsiniz necə keçirdirirsiniz. Özünüz bilərsiniz. Bir də ki, o şeydən zəhləm gedir mənim. Xınayaxtı, akışda, makışda. Çox mənasız, böyük xərc tələb edən şeylərdir. Xanımlar da çalışın, xoşbəxt olmağa çalışın. Yəni, bu kimi şeylər ancaq diskdə qalacaq, xatirədə qalmayacaq. Xatirədə qalan səmimiyyət olacaq. Ona görə də özünüzə yaxşı baxın, sevdiyinizlə ailə qurun. Görüşərik, hələlik.